İndi baxaq AXC-nin sosial-iqtisadi tədbirlərinə. Məmməd Əmin Rəsulzadənin fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır konsepsiyası Azərbaycan Xalq Cümhuriyyətinin bütün fəaliyyəti dövründə daim diqqət mərkəzində olmuşdur. AXC hökumətinin iqtisadi siyasətinin mahiyyəti belə idi. Xüsusi mülkiyyətin toxunulmazlığının, azad sahibkarlığın inkişafı üçün vacib hesab edirdilər. Lakin xüsusi mülkiyyətin miqyasının ifrat artmasına qarşı idilər. Qiymətli metalların xaricə daşınmasına görə məsuliyyət müəyyən edilmişdi. Daxili bazarın qorunması üçün xaricdən gətirilən bir sıra məhsullar üzərinə gömrük rüsumu qoymuş, eyni zamanda ölkədən məhsulların xaricə azad şəkildə ixracı üçün zəruri qanunlar qəbul edilmişdir. Bir növ proteksionist siyasət. Yəni, xaricdən gətirilən mallar üzərinə gömrük rüsumu qoymuşlar. Xarici kapitalın iqtisadiyyata iştirakını artırmaq üçün tədbirlər həyata keçirmişlər. AXC hökumətinin xarici iqtisadi fəaliyyətində reallaşdırmağa çalışdığı başlıca vəzifələrdən biri də əhalinin zəruri məhsullara olan ehtiyacını təmin etmək və xəzinə gəlirlərini artırmaq üçün əlavə mənbələr tapmaq idi. Belə mənbələrdən biri də gömrük tədbirləri idi. Gömrük gəlirləri idi. 18-ci ilin iyun ayında AXC qərar verir ki, ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri ərzaq məhsullarının və xam malın ölkədən kənara çıxarılması müvəqqəti qadağan olsun. Yəni, daimi yox, müvəqqəti qadağan olsun. Deməli, 18-ci ilin iyun ayında qərar verir ki, zəruri ərzaq məhsullarının xaricə ixracı qadağan olunsun. İqtisadiyyatın əsas prinsiplərindən biri oldu ki, bütün mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılsın. Qiymətli metallar xaricə daşınmasın. Xaricdən gələn mallar üzərinə gömrük rüsumu qoymuşdular. Daha sonra öz mallarını ixrac eləmək üçün xaricə ixrac edirdilər. 19-cu ilin sentyabr ayında AXC-də Dövlət Bankı fəaliyyətə başladı. Deməli, 19-cu ilin sentyabr ayında AXC-də Dövlət Bankı fəaliyyətə başlamışdı. Milli pul nişanları buraxılmışdı. Neft sənayesi nisbətən ağır vəzifədən çıxarılmışdı. Deməli, AXC-nin mövcud olduğu 23 ay ərzində neftimiz böhrandan çıxdı. Bakı-Batum neft kəməri bərpa oldu. Eyni zamanda 19-cu ilin sentyabr ayında Azərbaycan Dövlət Bankı yaradılmışdı. Bir də milli pul nişanları dövriyyəyə buraxılmışdı. 18-ci ilin oktyabr ayında hökumət neft mədənlərini, zavodlarını, Xəzər ticarət donanmasını, gəmilərini sahibkarlara qaytarmağı nəzərdə tutan qərar qəbul etdi və neft sənayesində xüsusi mülkiyyət prinsipi bərpa edildi. Bilirik ki, Bakı XKS yaranandan sonra milliləşdirmə siyasəti aparmışdı. Fabriklər, zavodlar, neft mədənləri dövlətin əlinə keçmişdi. Lakin AXC 18-ci oktyabr ayında qərar verir və neft mədənlərini, zavodları, ticarət donanmasını, gəmilərini sahibkarlara geri qaytarır və neft sənayesində xüsusi mülkiyyəti bərpa etmişdi. Neft Azərbaycanda ixracatın əsas mənbəyi olduğundan hökumət onunla əlaqədar iqtisadi əlaqələri bərpa etməyə çalışırdı. Hətta 4-cü hökumətin başçısı Nəsib bəy Yusifbəyli Bakı neftinin əsas istehsalçısı kimi Rusiya ilə iqtisadi münasibətləri bərpa etməyə nəzərdə tuturdu. Lakin həyata keçməmişdi. Azərbaycan Bakı-Batum neft kəmərinə yalnız Versal müqaviləsinin 89-cu maddəsinə görə istifadə etmə imkanı qazandı. Bundan sonra hökumət dağıdılmış Bakı-Batum neft kəmərini bərpa etdirdi. Bakı-Batum neft kəmərini. İndi baxaq AXC-nin sosial sahədə gördüyü işlərə. AXC inflasiya ilə əlaqədar olaraq bir neçə dəfə əhalinin maaşlarını artırmış, kasıb ailələrin uşaqlarına yardım edilməsi haqqında qanun qəbul eləmişdi. Deməli, həm bir neçə dəfə maaşları artırmışdı, həm də kasıb ailələrin uşaqlarına yardım eləmişdi. 18-20-ci illərdə bilirik ki, Azərbaycanda ermənilər soyqırımlar həyata keçirirdi. Belə ki, İrəvandan, Zəngəzurdan, Şuşadan, Şamaxıdan 300 min nəfərdən çox qaçqın düşmüş əhalinin problemlərinin həll edilməsinə çalışmış, onlara ərzaq və pul yardım eləmişdi. 1919-cu ildə aqrar islahat haqqında qanun layihəsinin hazırlanması üçün parlament komissiyası yaradılmışdı. Deməli, parlament komissiyası yaradılır. Bu qanun layihəsində deyilirdi ki, bütün torpaqlar dövlətin mülkiyyəti elan edilsin. Mülkədarların ixtiyarında müəyyən olunmuş miqdarda torpaq sahəsini saxlanması nəzərdə tutulurdu. Deməli, 19-cu ildə müsavat,
Parlamentin təqdim etdiyi aqrar islahat haqqında qanun layihəsini hazırlayır. Bu layihəyə əsasən bütün torpaqlar dövləti mülkiyyət elan edilirdi. Mülkədarların ixtiyarında müəyyən olunmuş miqdara torpaq olmalıdır. Lakin aqrar islahat layihəsinin müzakirəsi siyasi çəkişmələr, ikinci hökumət böhranı ilə əlaqədar baş tutmadı. Deməli, AXC aqrar islahat həyata keçirmədi. Elə AXC-nin sosial dayağı zəif idi. Niyə? Həm aqrar islahat layihəsini gecikdirmişdi, həyata keçirə bilmədi. Həm fəhlələrin işləri ilə bağlı zəruri tədbirlər həyata keçirmədi. Eyni zamanda sənayenin inkişafına yardım tədbirlərini tam həyata keçirə bilmədi. Elə ona görə deyirik ki, AXC-nin sosial bazası zəif idi. İndi baxaq AXC-nin mədəni tədbirlərinə. İndi baxaq mədəni tədbirlərinə. Deyirik ki, AXC ilk öncə bilir ki, AXC ancaq özəlləşdirmə siyasəti yeridir. AXC-nin milliləşdirmə apardığı tək sahə məktəbləridir. 18-ci ilin avqust ayının 28-də AXC məktəblərin milliləşdirməsi haqqında qərar qəbul elədi. Avqust ayında isə Nazirlər Şurasının qərarı ilə 18-ci ilin avqust ayında Nazirlər Şurasının qərarı ilə Azərbaycan dilinin tədrisi məktəblərdə məcburi olmuş. Deməli, Azərbaycan dili bütün məktəblərdə məcburi tədris edilməlidir. İdarələrdə, orduda, məhkəmədə dövlət dilindən istifadə edilirdi. Lakin milli kadrların hazırlanmasına qədər dövlət idarələrində rus dilindən istifadə icazə verilirdi. Deməli, dövlət dili, yəni Azərbaycan dilli kadrlar hazırlanana qədər idarələrdə rus dilindən istifadə icazə verilirdi. Bu dövrdə məktəblərdə türk xalqlarının tarix tədrisi olmağa başlamış. Deməli, məktəblərdə türk xalqlarının tarixi tədris olmağa başlamışdı. Qoru müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürülmüşdü və beləliklə Qazax müəllimlər seminariyası yaradılmışdı. Bilirik ki, Qoru müəllimlər seminariyası 1876, ardınca Azərbaycan bölməsi 79, AXC-nin dövründə isə Azərbaycan bölməsinin Qazax şöbəsi açılmışdı. Qazax müəllimlər seminariyası. 19-cu ilin sentyabr ayının 1-də parlament Bakı şəhərində Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında və 100 nəfər gəncin dövlət hesabına xaricdə təhsil alması üçün qanun qəbul eləmişdi. Deməli, 19-cu ilin sentyabr ayında həm BDO-nun açılması haqqında, həm də 100 nəfər Azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında qərar qəbul olunur. Lakin Almaniya, Fransa, Osmanlı, İtaliya, İngiltərəyə tələbələr göndərilsə də 13 nəfər tələbəni Rusiyaya göndərmək mümkün olmadı. Bakı Dövlət Universitetinin bir neçə ay sonra tarixi filologiya, bir də tibb fakültələri fəaliyyətə başlamışdı. AXC əlifba islahatı keçirməmişdi. Yəni, əlifba islahatı keçirməyə nəzərdə tuturdu. 19-cu ildə əlifba islahatı komissiyasını da yaratdı. Lakin AXC Latın əlifbasına keçə bilmədi. Yəni, Sovet işğalı imkan vermədi. Bu dövrdə Bakıda xalq evləri təşkil olunmuşdu. Deməli, Bakıda xalq evləri təşkil olunmuşdu. Xalq evlərinin təşkil olmasında məqsəd fəhlələr arasında mədəni maarif işləri aparmaqdır. Yəni, iqtisadiyyatla əlaqəsi yox idi. Xalq evlərinin yaradılmasında məqsəd fəhlələr arasında mədəni maarif işləri aparmaq idi. Yeni kitabxanalar fəaliyyətə başlamışdı. İndi baxaq AXC-nin mətbuatına. AXC dövründə 100-ə qədər qəzet və jurnal dərc edilirdi ki, onların da əksəriyyəti türk dilində idi. Məsələn, İstiqlal, Azərbaycan, Qurtuluş, Mədəniyyət və s. göstərmək olar. Hökumətin qərarı ilə 18-ci ilin noyabr ayında senzura ləğv edildi. Deməli, 18-ci ilin noyabr ayında senzura ləğv edildi. AXC-nin rəsmi mətbuat orqanı Azərbaycan qəzeti idi. Bakı Dövlət Universitetinin nəzdində yaradılmış müsəlman şərqini öyrənən cəmiyyət Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının öyrənilməsi və təbliğ edilməsində mühüm işlər görmüşdü. Türk Ocağı cəmiyyətinin məqsədləri türk xalqları arasında mədəni əlaqələr inkişaf etdirmək, onları bir-biri ilə yaxınlaşdırmaq, qarşılıqlı yardımı daha da möhkəmləndirmək idi. Parlamentin binasında açılmış İstiqlal Muzeyində Azərbaycanın azadlıq və istiqlalına dair sənədlər, materiallar, arxeoloji tapıntılar, silahlar və s. toplanmışdı. Deməli, dedik ki, AXC mətbu orqanı Azərbaycan, bundan başqa 100-ə qədər qəzet jurnal var idi. İstiqlal, Azərbaycan, Qurtuluş, Mədəniyyət,
18-ci il noyabr ayında senzura ləğv olundu. Bakı Dövlət Universitetinin nəzdində müsəlman şərqini öyrənən cəmiyyət, eyni zamanda Türk Ocağı cəmiyyəti yaradılmışdı. Parlamentin binasında İstiqlal Muzeyi açılmışdı. Daha sonra AXC-nin yaranması ilə Milli Teatrın fəaliyyətində canlanma baş verdi. Dövlət teatrı təşkil olundu. Onun səhnəsində ilk tamaşaya qoyulan əsər Nəriman Nərimanovun Nadir Şah faciəsidir. Azərbaycan teatrının repertuarında müstəqillik uğrunda mübarizə tarixinə təsir edilmiş dram əsərləri mühüm yer tuturdu. Deməli, AXC milliləşdirmə apardı ancaq məktəb sahələrində 18-ci ilin avqust ayının 28-də təhsil müəssisələri milliləşdirilmişdi. Bütün məktəblərdə tədris ancaq Azərbaycan dilində idi. İdarələrdə dövlət dilindən istifadə olunsa da, milli kadrların hazırlanmasına qədər rus dilindən istifadəyə icazə verilirdi. Eyni zamanda AXC 18-ci ildə həm Yelizavetpol, həm də Qaryagin qəzasının adını dəyişir. Yelizavetpol olur Gəncə, Qaryagin olur Cəbrayıl. Yəni tarixi adlarımızı yenidən bərpa eləmişdi.